Tədbirlərin birində sənət aləminin iki tanınmış simaları Əflatun Qubadov və Elşad Qarayevlə qarşılaşdıq. Uzun illərdir tamaşaçıların qarşısına eyni imicdə və dəyişməz formada çıxan sənətçilərə bu görünüşü necə qoruyub saxladıqlarını soruşduq. Sualımıza ilk olaraq cavab verən Əflatun bəy bildirdi ki, illərdir eyni formada qalmasının xüsusi bir sirri yoxdur. Vallahi xüsusi heç bir yolu yoxdur. Bu cəmaatı, millət necə yaşayır, mən də elə yaşayıram. Allah Taala verdiyi bu vücuddur, bu bədəndir, bu səsdir. Heç nə, artıq heç bir şey. Axşamları, səhərləri xüsusi yediyiniz nəsə varmı? Yox, elə bu sənət adamları bilirsən ki, gecə gec gəlir, gec yatır, səhər gec durur. Yəni heç bir şeyə riayət eləmirəm. Yalan deyim ki, riayət eləyirəm, yox. Belə qayda qanunda, yəni necə, cəmaat necə mən deyiləm. Elşad Qarayevə görə isə illərdir formada qalmasının əsas sirri həyat yoldaşıdır. Bağlab əla yerə vurdun. Evdə həyat yoldaşı birinci rol oynayır. Əgər həyat yoldaşı dengəd olsa, dır, o kişi heç 55'e çatmayacaq. Birinci oradan asıldı. İkinci də ki, hər bir insan, hər bir vətən evladı, hər bir Allahın bu dünyaya bəxş elədiyi bir insan özünün loğmanı olmalıdır, həkimi olmalıdır. Elşad bəyə xüsusi olaraq qidalandığınız nəsə varmı? Sualını verdikdə isə sənətçi belə cavab verdi. Saat 6'dan sonra, axşam saat 6'dan sonra mən yemək yemirəm. Meyvədir, bir də cəfəri göyü var ha. Onu xırda doğrayıram bir boşqaba, üstünə limonu sıxıram, duzsuz. Hər gün Hər gün axşam. limondan cəfəri yeyirsiniz. Bəli.